Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti qırmızı və yaşıl xətlər arasındakı piyada keçidinin tikintisini uğurla davam etdirir. Bu keçid vasitəsilə sərnişinlər Cəfər Cabbarlı stansiyasından 28 may stansiyasına, 28 may stansiyasından isə Cəfər Cabbarlı stansiyasına təhlükəsiz keçə biləcəklər. Keçid bu ilin sonunda istifadəyə veriləcək. Bildiyiniz kimi 28 mayda yaşıl və qırmızı xətlərin ayrılması layihəsi geniş miqyaslı kompleks layihədir və 6 əsas komponentdən ibarətdir. Biz hal-hazırda həmin komponentlərdən biri olan 28 may və Cəfər Cabbarlı stansiyaları arasında yeni inşa edilən piyada keçid tunelinin tikinti ərazisindəyik. Yeni piyada keçid tunelinin inşasında əsas məqsədimiz xətlər ayrıldıqdan sonra yeganə keçid məntəqələri olacaq 28 may və Cəfər Cabbarlı stansiyaları arasında sərnişinlərimizin təhlükəsiz və daha rahat hərəkətini təmin etmək, eyni zamanda sərnişin axının tənzimlənməsi istiqamətində imkanları yaxşılaşdırmaqdan ibarətdir. Bu tunelin daha bir alternativ olaraq üstünlüyü ondan ibarətdir ki, xüsusilə sıxlıq müşahidə edilən zamanda 28 may stansiyasına giriş etmək istəyən sərnişinlərimiz Cəfər Cabbarlı stansiyasının daha doğrusu girişlərindən istifadə edərək hal-hazırda gördüyünüz bu tikiləcək piyada keçid tunelini istifadə edərək birbaşa 28 may stansiyasının platformasına daxil ola biləcəklər.